Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri, Interfood Azərbaycan və Caspian Agro sərgiləri 13 may tarixində qapılarını qonaqlara açacaqlar və qeyd etmək lazımdır ki, Interfood Azərbaycan bu il öz 30-cu yubileyini qeyd edir və bu günədək bu sərgi minlərlə iştirakçıları qəbul edib, 10 minlərlə peşəkarları, mütəxəssisləri ziyarətçi qismində qəbul edib və sözsüz hər il olduğu kimi bu ildə sərgi 31 ölkədən 450 şirkət iştirak edir. Sərgidə çox sayda iş əlaqələri, yəni müqavilələr imzalanacaq. Əslində bu bizim yerli iştirakçılarımız üçün, milli istehsalçılarımız üçün öz məhsullarını həmçinin beynəlxalq arenaya çıxarmaq üçün də gözəl bir fürsətdir. Çünki sərgidə iştirak edən şirkətlərin böyük əksəriyyəti əslində həm xaricdəndir və eyni zamanda sərgini ziyarət edən qonaqlar arasında da əslində mindən çox xaricdən gələn qonaqlar olur. Onu da qeyd edək ki, sərgi keçən ildən fərqli olaraq bu il bir gün daha uzadılıb və bu da məsələ maraqdan, yəni bu sahədə bu tələbdən, istəkdən belə bir qərar verilmişdir. Xüsusi qeyd etmək istərdim ki, bu ilki sərgidə çox zəngin işgüzar proqram olacaq və əslində bu il ikinci Beynəlxalq Aqrar İnnovasiyalar Forumu təşkil olunur ki, bu sərgi ərazisində, təqdimat zonasında baş verəcək bu forum. Eyni zamanda İslam Ticarət Palatasının Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Sammiti adı ilə də keçiriləcək və 57 ölkədən iştirakçı qəbul edəcək daha bir maraqlı bir tədbir keçiriləcək. Tədbirlər arasında Qızılşah çempionatı da keçiriləcək. Bu milli kulinarların və həmçinin beynəlxalq kulinarların da iştirakı ilə keçiriləcək beynəlxalq bir çempionatdır. Əslində sərgi çərçivəsində keçiriləcək çox belə zəngin, işgüzar bir proqram yer alır və mən düşünürəm ki, sərgi gəlmək istəyən qonaqlar bizim səhifəmizdən, tədbirin səhifəsindən tədbirləri təqib edərək bu haqda məlumat alıb, onlara maraqlı olacaq tədbirlərdə iştirak etsələr, onlar üçün çox faydalı olacaqdır.